Salam abzu dostlar, necəsiniz? Umarım iyisizdir. Bugün sizlerle Modern City bölümünün serisinin 7. bölümünden sizin karşınızdayım. Dünən olanları bilmirsiniz. Sizə olanları bilenler bu videoyu yaxşı anlayacaq. Bilməyənlər isə bu video mənim kanalıma keçib bundan əvvəlki videonu izləyə bilər və orada tam açıq eşkar görəcəksiniz necə xəyanət etdiyini və evini 2 gündür ki gelmir evine. Hatta bir gün yarım diyək. Bugün görməmişəm. Dünən səhərdən deməli evə gələndən axşama kimi axşam da ona baxdım, gəlməyibdir və evinin son halı budur. İndi sizə göstərdim və mən bugün indi banka gedəcəm. Yəqin ki banka gəlməz. Gəlsə belə bankdan çıxış eyf olmayacaq. Və bəlkə işdən çıxdım. Yəni məcburi də olsun mən çıxacağam və girək, mən banka gedim, orada görüşərik. Və dostlar, gəlib çatıram, qabağımdadır bank və banka girəcəm. İndi müdürdən soruşum. Alo müdür. Alo. Bugün iş var. Ne yoktu ki? Belki bugün, yani işten çıxanda ya da ki indi deyirəm. Belki mən bugünün son iş günüm də ola bilər. Niye? Yani niyəsini soruşmayasınız. Belki yani olmaz size bir ayrı yerde deyərəm dolar. Onlar ne olmaz ki? Onda mən banka girirəm indi. Sağ olun. Sağ ol. Gidək, burada işim yoxdur. Gəlsən təş olasın. Alo. Var. Ayhan geldi. Hoş geldin. Bir dənə pulları yoxlayım. Başlayacağım şey. Pullar yerində. Yerində. Ayhan sen bir söz diyebilirim. Və aşağı. İndi başlayalım şey. Ben bunları satandan sonra neler doğru şöyle. Ben satın kaydedeceğim. Ve uşaqlar işim bitti. Yine kaydattım ve yine işim bitti. İndi gedeceğim. Biraz gezeceğim buranı. Her şeyin yolunda olduğunu düşünmeyi. Eşitliğinden çeşitli bir danıştım. Bunu görünmeden test ediyorum. İzleyey. Var o görünmez. Desem varkından görüşeceğim. Bu arada geldim. Abi görürsünüz ev. O evde Hadi yaşıyor. Bu arada ben gizli geldim. O kadın da anlatacağım. Lola tez geldim. Görmedim. Ha var. Evet. İnşallah harda gizləmirsən sığınağa. Bir gün sənin tərəfə gələrəm. O sığınağa gələrəm. Sen indi Ayxandan gizlənirsən, ha? Başa düşdüm. İndi o konumu atarsan mənə, mən də gələrəm. İndi deyəsən Ayxanın xəbəri yoxdur. Necə Ayxanın xəbəri olsa biz yandıq. İnşallah Ayxanın xəbəri olmaz. Neyse söndürürəm. Düşüb biraz yemək yiyeyim. Sonra sənə zəng edərəm, yaxşı? Öpdüm səni. Sağ ol. Şaka gördüğünüz gibi bu kadar. Böyle oldu. Heyif ki böyle oldu. İşleyince ki yani kulak hastalığı da yayıncı dikkatle bu video çok kısa olabilir çünkü yani uzatma manası yoktu.
Yazmanın yəni mənası yoxdur çünki. Gedim mən. Xəbərim yoxdur mənim deməli. Mən də bunlara bir su bulmaq istəyirəm. Test keçə bilsəm yaxşı. Neyini? Bura elə belə baxdım, elə gözmədəydi, elə belə girəyimdə nədir? Ne diyor bu? İşte. Alo müdür. Alo. Ben işten çıktığımda bildiniz yəqin ki. Xoş getdin. Aylığına bax verəcəksiniz, harda verəcəksiniz? Vermiş. Sağ. Aylığına bax verəcəksiniz müdür. Sabah verərəm də gələrsən bankın qabağına verərəm. Xoş. Oldu sağ ol. Sağ ol. Biz bilməmişdik mücadele. Bizdə də var. Sağ ol. Var bu cavab vermiyor bu. Bilmem ne geldi. Neyse. Sen kurma at ben gəlirəm. İşte yəqin inşallah getdi. Girəydik gizli modumuza. Köçək də. Sadə adam kimi. Mən də onların yanından gələcəm. Gördüm ay dar getdi ya. İtirməməliyim, itirsəm hər şey batacaq, hər şey. Amma indi itirdim, yoxdular. Yavaş yavaş. Bırak, gedəcəm. Uşaqlar, əminəm, bu evdələr. Qapının ağzında onları yoxlayacağım. Danışsınlar, yüreğine danışacaqlar. Deyəsən, Ayxan bizi takip edir. Çünki mən o qədər şübhələnirəm. Bilməm, bəlkə takip edir. Bilməm, bəlkə çünki hər gün onun yanımda görürəm, amma mənə səs cavab vermir. Bəlkə də bizdən şübhələnir. Ola bilər. Neyse, mən buradan çıxıram. Gələcəm bankın yanına. Yaxşı, xoş getdin. Öpüm səni. Sağ ol. Və bitti. Həmçinin serinin davamı demək olar ki, gözlə, o zümrüdü buranın kim qoyub? Qaçırdılar amma o qapısı da açıq idi. Gittim. Onda bugünkü videoda bu kadar idi. Arkadaşlar yani içiyoruz var bu da. Bugünkü video bu kadar idi. İnşallah beğenmişsinizdir. Yani o birisi videoya 8. bölümü inanmıram halım yaxşı çıxa. Ama oldu. Sağ olun dostlar. Videoya like atmayı ve abone olmayı unutmuşsunuz. Sağ olun.